Teşekkür edirəm. Qonaqlarımız sizlərə nuş olsun. Allah sizləri var eləsin. Və bizim çox hörmətli, çox dəyanətli, mətanətli, hörmətli masabəyimiz Bəşir Qəbələliyə söz verirəm. Buyurun müəllim. Siz də xoş gəlib səfa Təşəkkür edirəm. Sərxan. Söz sizindir, məclisimizi idarə edin. Çox sağ olun, çox təşəkkür edirəm. Hər vaxtınız xeyir olsun. Əziz qonaqlar, mehriban dostlar, xoş gördük sizləri. Bax bu gözəl, göyçək toy düyün ziyafətimizdə. Bugün doğma Qəbələrimizin Pirəlli kəndində gözəl halal bir ocaqdayıq. Yəni Rahim qardaşımızın evladı Rəşad bəyimizin toy düyün ziyafətindəyik. Allah mübarək eləsin. Allah xoşbəxt eləsin, yarayanlardan olsunlar deyirəm. Yəni valideynlər artıq öz gəncliklərini, cavanlıqlarını evladlarına bəxş edirlər. Hər zaman bax belə olub. Həyatın yəni qanunu, qaydası budur. Yetişdi toy axşamı. Elimin, obamın, yurdumun gözəl adət ənənəsi var. Bəy gəlinin toyunda qara zurnanın səsinə oynayarlar, adoslar. Günlərin seyrinə dalaq. Ağrılı, acılı gündən qutaraq. Bütün suboylara toy, büsat quraq. Sənin mərhəmətin pay olsun, ya Rəbb. Hər eldə, obada bax belə gözəl toy olsun, ya Rəbb. Hələ ötürməmiş cavanlıq yaşın, oğlanlarımız atsın belə subaylıq daşın. Sevindirsin qohumların, qardaşın, nə qədər oğlan var, bəy olsun, ya Rəbb. Hər eldə, obada bax belə gözəl toy olsun, ya Rəbb. Allah Teala'dan arzu edirəm ki, Azərbaycanımızın bütün bölgələrində belə gözəl toylar, düyünlər olsun əzizlərimiz. Yəni toy düyün ziyafətinin gözəlliyi də musiqidədir. Mən musiqicilərimizi sizə təqdim eləmək istəyirəm. Səsinə heyran olduğumuz gözəl nəğməkar xanəndəmiz, gözəl insan Əlbaba Məmmədovun tələbəsi, gözəl bir şəxsiyyət Sərxan müəllim var olsun deyirəm. Allah Teala'dan arzu edirəm ki, həmişə bax belə gözəl toylarda, düğünlərdə olaq və sənətkarımızı müşayiət eləyən Büsat Qəbələmizin Büsat qrupudur. Ansamblın bədii rəhbəri, hörmətli, gözəl sənətkarımız